Bugün bildiğim test toplusundan elektrik tutumu, elektrik sahəsinin enerjisi başlığını işləyirik. Sual 1-də epsilon 0s bölünmüş deyə bizə nəyi verirdi? Tutumu verirdi. C variantı. 2-də tutumun düsturu hansıdır? Epsilon 0s bölünmüş deyədən C variantı. 3-cü sualda elektrik tutumu hansı vahidlə ifadə olunur? Faradla Y variantı. 4-cü sualda kondensator nə üçün istifadə olunur? Elektrik yüklərini toplamaq üçün. 5-də elektrik yükünü toplamaq üçün istifadə edirik. Nədən? Kondensatordan. 6-da əgər kondensatorun bir lövhəsinin yükü müsbət 20, digəri mənfi 20-dirsə, düşünərsiniz ki, bunlar bir-birini sıfırlayır. Xeyr, ümumilikdə kondensatorun yükünü soruşanda deyəcəyik ki, 20-yə bərabərdir. 7-ci sualda. C'nin tutumun yerine yazırıq epsilon 0, S bölünmüş D. Burada bir dənə də D-ni özləri bizə verib yazdıq. Aşağıda da verilib epsilon 0, S. Və baxırıq S-lər, D-lər, epsilonlar ixtisar getdi, yerdə tutumun özü qaldı. 8-də yenə də eyni düsturdan istifadə edirik. Bax, bu C-ni tutumu açanda baxırıq ki, burada hansı cəmiyyət yoxdur? Epsilon 0 yoxdur. Deməli, elə bizə epsilon 0 verəcək. O da hansıdır? Sabit. Elektrik sabiti B variantı. Əgər epsilonun özünü deyəndə deyəcəyik dielektrik nüfuzluluğu. Epsilon 0-dırsa elektrik sabiti deyəcəyik. Gəlirik 9-cu suala. Müstəvi kondensatorun lövhələri arasında dielektrik nüfuzluluğu 7 olan dielektriki götürsək, yəni epsilonu buradan çıxardıq, götürdük. Götürəndə tutum azalacaq. Niyə? Çünki tutum epsilonla düz asılıdır. Onda 7 dəfə azalar, D variantını götürürük. 10-cu suala. 10-cu sualda isə boşluğa dielektrik nüfuzluluğunu daxil elədik, doldurduq. Yəni tutum düz asılı olduğu üçün artacaq. Neçə dəfə? 7 dəfə B variantı. 11-ci sualda şərti işarəsi təsvir edilmiş qurğuların hansından elektrik yükünü toplamaq üçün istifadə edirik? Kondensatordan. Kondensator hansıdır? Bax, buradakı A variantı. 12-ci suala baxırıq. Şərti işarəsi şəkildə təsvir edilmiş qurğu nə üçün istifadə olunur? Baxın, bu da bayaqki kimi kondensatordur. Kondensator nə üçün istifadə olunurdu? Elektrik yüklərini toplamaq üçün. 13-cü sualda. 13-cü sualı gəlin biraz açaq. Burada var kulon. Kulonun yerinə nə yaza bilərik? Q-nü, yükü yazırıq. Aşağıda volt var. Voltun da yerinə U yazırıq. Q bölünsün U da bizə nəyi verirdi? Tutumu. Tutum da harda var? C variantında. 14-cü suala gəlin baxaq. Yenə də bizdən soruşur tutumun vahidini. Bayaqdan gördük ki, kulon bölünsün voltdan D variantıdır. 15-də sxemdə kondensatorun şərti işarəsi hansıdır? 3-cü. Sxemdə dəyişən tutumlu kondensatorun şərti işarəsi. Eyni kondensatordakı kimidir, sadəcə üzərində bir ox var. Növbəti neçənci sualdır bu? 17-ci sualda. Tutumun Q ilə asılılığı. Tutum nə Q ilə, nə də U ilə asılı deyil. Tutum asılıdır ancaq epsilon 0, S bölünmüş D ilə. Vəssalam. Ona görə də asılı deyil, D variantını götürürük. Növbəti 18-ci sualda da Y variantını götürdük. 19-cu suala baxaq. Bizdən soruşur tutumu. Tutum nəyə bərabər idi? Q bölünmüş U-ya. Buradan götürək bax bu intervalı. Buradan Q-nun yerinə nə yazırıq? 18-i. U-nun yerinə nə yazırıq? 9-u. 18-i də 9-a böləndə bu da bizə 2-ni verəcək Y variantı. 20-ci sualda. Yenə bizdən nəyi soruşur? İntensivliyini bu səfər soruşur. Bizə dəqiqə görək bu nədir? U-D. İndi intensivliyin gəlin düsturunu yazaq. Y bərabərdir. U bölünmüş D. Bax, bu intervalda U-nun yerinə 20 yazsaq, 20-ni də 2-yə D-yə bölsək, bu da bizə 10 verər. Kilo ilə soruşduğu üçün, bir dəqiqə bunu çevirək. Deməli, U-nun yerinə 20 yazdıq. Ancaq D-nin yerinə santimetrlə verdiyi üçün 2 yox,
Sıfırdan %2 yazırıq. Və buradan da vergülləri sürüşdürəndə 2 sıfır da buradan atdıq. 2000-i də 2-yə böldük, elədi 1000. 1000-i də k ilə verdiyi üçün 3 sıfıra böldük, bu da 1 düşdü C variantı. 21-ə baxırıq. Müstəvi hava kondensatorunun elektrik tutumunun onun lövhələri arasındakı məsafədən asılılığı necə idi? Biz bilirdik ki, sahəsi ilə düz asılı idi, panellərin arasındakı məsafə ilə tərs asılı idi. Tərs asılılıq da harda var? D variantında. 22-də S ilə bax, sahə ilə necə asılıdır? Düz asılıdır, A variantı. 23-ə baxırıq. Kondensatorun lövhələri arasındakı gərginliyi 3 dəfə azaltsaq tutum necə dəyişər? Dəyişməz, çünki gərginlikdən asılı deyil. O da oldu Y variantı. 24-də gərginliyi 3 dəfə artırdıqda yenə tutum dəyişməz, ona maraqlı deyil. Y variantı. 25-də kondensatorun digər köynəyi. Kondensatorun əgər bir köynəyində mənfi küdürsə, digərində də olacaq müsbət bir kü. 26-da müstəvi kondensatorun lövhələri arasındakı məsafəni azaldanda tutum necə dəyişər? Yadımıza salaq, tutum epsilon 0 S bölünmüş D-dən aradakı məsafə ilə D ilə tərs asılıdır. Ona görə əgər D-ni 2 dəfə azaltsaq, tutum 2 dəfə artar, B variantı. 27-ci sualda müstəvi kondensatorun lövhələri arasındakı məsafəni 2 dəfə artıranda bu səfər tutum neyniyər? 2 dəfə azalar, D variantı. 28-ci suala baxaq. Müstəvi hava kondensatorunun lövhələrindən hər birinin sahəsini 2 dəfə artırsaq, onun elektrik tutumu necə dəyişər? 2 dəfə artar. Burada nəyi səhv eləməyək? Gəlin ona baxaq. Burada hər birinin söhbəti var və düşünərsiniz ki, hər birinin 2 vur 2-dən 4 xeyr. Hər birinin 2 dəfədirmi? Vəssalam. Deməli, tutum da elə 2 dəfə artar. 29-da hər birinin sahəsi 2 dəfə azalanda, deməli sahə 2 dəfə azalacaq, tutum da sahə ilə tərs düz asılı olduğu üçün tutum da 2 dəfə azalar, oldu S variantı. 30-a baxaq. Əgər bir tərəf müsbət 20-dirsə, deməli digər tərəf mənfi 20 olmuş olar. Bu da var A variantında. 31-də verilmiş müstəvi kondensatorun gərginliyi U olanda yükü Q olarsa, gərginlik 2U olanda yük nəyə bərabər olar? Yük nəyə bərabərdir? Gəlin onu yazaq. Q bərabərdir C-U-ya. Və baxıram ki, yük U ilə necə asılıdır? Düz asılıdır. Onda əgər U-nu 2 dəfə artırdıqsa, deməli Q də 2 dəfə artıb olacaq A variantı 2Q. 32-ci suala baxırıq. Lövhələrinin arasındakı məsafə məlum olan müstəvi kondensatorun birciz elektrik sahəsinin intensivliyi hansı cihazın göstərişinin köməyi ilə təyin edilə bilər? Baxırıq nəyə? Deməli, intensivlik nə idi? U bölünmüş D idi. U bölünsün D. Əgər aradakı məsafə məlumdursa, deməli bir dənə bizə qaldı U-nu tapmaq. U-nu da nə ilə tapırıq? Elektrometrlə, yəni gərginliyi elektrometrlə tapanda intensivliyi də tapmış oluruq. 33-də müstəvi kondensatorun elektrik tutumu necə artırmaq olar? Baxaq variantlara. Gəlin variantı keçməmişdən öncə kondensatorun tutumu nəylərdən asılıdır? Onu bir də xatırlatma kimi yazaq bura. Epsilon 0 S bölünmüş D-ni yazdıq. Baxaq, yükü artırmaqla xeyr, yüklə asılı deyil. Lövhələr arasındakı dielektriki çıxarmaqla, çıxaranda bu epsilon çıxdığı üçün əksini azalar. Düz asılıdır axı ondan, onda B-ni də götürmürük. Kondensatorun lövhələri arasındakı boşluğa dielektrik daxil etməklə, bəli, onda epsilon artacaq, tutum da artacaq. 34-ə baxırıq. 34-də soruşur bizdən nəyi? Kondensatordakı gərginliyi, deməli, müstəvi kondensatorun elektrik tutumunu necə azaltmaq olar? Bu səfər azaltmağa baxır. Gərginlik asılı deyil, A-nı götürmürük. Kondensatorun lövhələri arasındakı boşluğa dielektriyi daxil eləməklə yox, çünki daxil eləndə daha da artır. Yükü azaltmaqla yükdən asılı deyil, arasındakı dielektriyi çıxarmaqla, bəli, dielektriki çıxarsaq tutum azalar, D var. 32-ci sualda bizə verilənlərə əsasən bizdən nəyi soruşur? Bizdən soruşur elektronların sayını. Baxın, bizə gərginlik verib, tutum verib, Y verib. Nə edirik? C, U bərabər idi Q-yə, düzdürmü? Q də bərabər idi N, Y-yə.
Onda bax bu eyni elektronların sayını tapmaq üçün C-unu Y-yə elementar 3-ə bölürük. Buradan C-nin tutumu yerinə bir MK farad yazırıq. MK farad nə idi? 10 üzərindən mənfi 6. Yazıram 10 üzərindən mənfi 6. U-nun gərginliyi yerinə 12 yazırıq. Elementar yükün yerinə bir dəqiqə çarıxdıq. 1,6 1,6 vurulsun 10 üzərindən mənfi 19 yazırıq. Bərabərdir. Buradan virgülü götürək. Burada bir sıfır ataq. 120-ni də 16-ya böldük. Yerdə qaldı 7,5. Buradan da 10 üzəri 6 ilə 10 üzəri 19-u ixtisar eləsək, yerdə qalar 10 üzəri mənfi 13. Bu 10 üzəri mənfi 13 də yuxarıya necə çıxar? Müsbət kimi. Bu da hansı variantda var? B variantında. 36-da farad vurulsun gərginlik. Yəni CU bizə nəyi verirdi? Künü, elektrik yükünü A variantı. 37-də 12 volt gərginlikdə tutum verib, gərginlik verib, yenə də sayı soruşur. Baxın, bayaqçı düsturdan istifadə edəcəyik. NY bərabərdir CU-dan. NY bərabərdir CU-dan. N'yi soruşmaq üçün CU-nu Y-yə bölürük. C-nin yerinə, tutumun yerinə yazırıq 2. MK söhbəti var deyə vurulsun 10 üzərindən mənfi 6-ya. Sonra U-nun gərginliyi yerinə yazırıq 12. Elementar yükün yerinə yazırıq 1,6 vurulsun 10 üzərindən mənfi 19. Burada gəlin vergülü sürüşdürək. Burada bir 0 yazaq. Bayaqçı kimi bunu ixtisar eləyəndə burada qalacaq 7,5. 7,5-i də buradakı 2-yə vuranda edəcək 15. Burada qaldı 15. 10 üstü mənfi 6 ilə mənfi 19-u da ixtisar elədik. Yerdə qaldı məxrəcdə 10 üzərindən mənfi 13. Və bu da sürətə müsbət kimi keçir. 10 üzərindən müsbət 13. 15 müsbət 13-ün olduğu. Burada da vergül olduğu üçün 14 olub bu variantı. 38-ə baxırıq. Hansı ifadələr doğrudur? Müstəvi kondensatorun elektrik tutumu nəylərdən asılıdır? Epsilon, epsilon 0, S bölünmüş D-dən asılıdır. Deməli, 1. Lövhələr arasındakı dielektrik nüfuzluluğundan asılıdırmı? Bəli. 2. Lövhələrin sahəsindən asılıdırmı? Bəli. 3. Kondensatorun lövhələri arasındakı gərginlikdən asılıdırmı? Xeyr. Yalnız 1 və 2-nin olduğu S variantı. 39-a baxırıq. Hansı ifadələr doğrudur? Baxaq. Müstəvi kondensatorun elektrik tutumu lövhələri arasındakı dielektrik nüfuzluluğundan asılıdır. Bəli. Lövhələr arasındakı məsafədən asılıdır. Yenə bəli. Kondensatorun yükündən asılı deyil. Bayaqçı sualda nəyi soruşurdu? Tutum. Aha, eyni sualda təxminən 1 ilə 2-nin olduğu bu variantı. 40-cı sualda elektrik tutumu 40-cı sual üçün bir qəşəng sahə açırıq və başladıq. Elektrik tutumunun vahidini soruşursa, S tutum bərabərdir nəyə? Q bölünmüş U-ya. Bir az da açaq, Q-nü olduğu kimi saxlayaq, U-nun yerinə yazaq, Y vurulsun D. Daha da açaq, Q-nü olduğu kimi saxlayaq, Y-nin intensivliyin yerinə yazırıq F bölünsün Q. Q-nü böldüyümüz üçün yuxarı qalxmış oldu və burada da elə qaldı D-nin özü. Hətta gəlin, da ehtiyac yoxdur, bunu davam edə bilərik. Aha, burada Q-nün yerinə nə yaza bilərik? Q bərabər idi amper vurulsun saniyə. Q də kvadratik olduğu üçün yazıram. A-nın kvadratı vurulsun saniyənin kvadratı. Aşağıda, biraz bura köçürdək, yer darlıq oldu çünki. Aşağıda F-in qüvvənin yerinə nə yaza bilərik? Kiloqram vurulsun, metr bölünsün, saniyənin kvadratı, saniyə kvadratı yuxarı qalxır və burada da bir dənə metr var. Həmin o metri də bura kvadrat kimi gətirə bilərik. İndi davam edək. Amperin kvadratı saniyə üstü 4. Saniyə üzəri 4. Aşağıda da var kiloqram metrin kvadratı. Bu da harda var? D variantında.
41-ci və sonuncu suala. Verilmiş kondensatorun yükü 3 dəfə azalanda, lövhələr arasındakı gərginlik 200 volt azalarsa, biz bilirik ki, yüklə gərginlik düz asılıdır. Nəyə əsasən? Q bərabərdir C-U-ya əsasən. Onda yük 3 dəfə azalanda, deməli, U da 3 dəfə azalacaq. U bölünsün 3. Bərabərdir. Burada da deyir ki, 20 volt azalır. Yəni, U çıxılsın, 20 deyirəm, 200. Onda neyniyək? U bərabərdir. Bax, bu 3-ü hər iki tərəfə vururuq. 3U çıxılsın, 3 vurulsun 200-dən 600. Onda bu unu bu tərəfə çıxaq kimi atsaq olur. 2U bərabərdir 600. U da bərabərdir 300-ə A variantı.